Danışırıq biz zaman zaman problemlərdən, rayonlardan, icra hakimiyyətlərinin fəaliyyətsizliyindən. Oradan balaca məmurlar çıxır. İndi də icra hakimiyyəti başçılarını bələdiyyələr müdafiə edir. Mən bu bələdiyyələrə bələdiyyə bəlası deyirəm. Masaldan danışmışam, vətəndaş müraciət göndərib, orada bir bələdiyyə narahatçılığı var. Həmən o bələdiyyədən mən danışacağım dostlar. Deməli, Gədəbəy rayonundan vətəndaşlar yazıb bizə. Şınıq ərazisində də bir bəla var, əziz dostlar. Memar bəlası. İcra hakimiyyətinin, Gədəbəy rayonu icra hakimiyyətinin memarı var. Bayramov Əlövsət. Adamların canını yığıb boğazına imkan vermir dostlar. Şınıq ərazisinin sakinləri deyir ki, qardaş, nə tükürük bu adam uçurdur. Deməli, heç kim rayonda restoran tikə bilməz. Restoran Bayramov Əlövsətin. Başkətdə adam gölü zəbt eləyib, gölü. Heç kim gölə yaxın gedə bilməz. Görürsünüz, oradan bir kanal açıb ki, Gədəbəy sakinlər gedib birdən orada piknik eləyər. Niyə? Çünki orada Bayramov Əlövsətin restoranı var. Orada yemək yemək lazımdır. Gedmək lazımdır. Bayramov Əlövsətin restoranından faydalanmaq lazımdır. Xeyri Bayramov Əlövsətə vermək lazımdır. Adamlar deyir ki, qardaş, bizim həyatımızı bu adam cəhənnəmə çevirib. Sən vəzifəli şəxsən, yoxsa fermersən. Dananı Bayramov Əlövsət saxlayır. Qoyunu Bayramov Əlövsət saxlayır. Restoran Bayramov Əlövsətin. Başkəndin gölü Bayramov Əlövsətin. Gədəbəy sənin, ha kişi. Ha, belə olmaz. Yazır vətəndaşlar. Adamlara itin zülmün eləyirsən. Orada yazıblar mənə. Kifayət qədər imkanlı adamlar var Şınıqda. Varlı adamlar var. İş görmək istəyirlər. İş yeri açmaq istəyirlər. Adamlar nə tikir? Gedib uçurdursan, gedib dağıdırsan. Niyə? Olmaz. Niyə? Bayramov Əlövsəti xoşu gəlmir. Niyə qardaş, niyə? Orada indi başçını əvəz edən bir mavin var. Hamı ondan razılıq edir. Səndən hamı həzər vurur qardaş. Səndən hamı dad eləyir, dad. Yazıblar mənə, inanırsan o qədər mesaj gəlin mənə. Mən qısa bir məlumatı yayımlayıram və qarşı tərəf olaraq da Bayramov Əlövsətin bir mövqeyi olarsa işıqlandırmaq hazıram. Bir çəkilişə də baxmışam. Orada sizi bir sahibkar çəkir, onun evini uçurtmuşsan illər öncə, qaçıb gedib qamışlıqda gizlənirsən. Niyə qamışlıqda gizlənirsən? Hörmətli Bayramov Əlövsət. Çox açıqlama ver. Olmaz. O sakinlər, o Gədəbəy sakinləri o qədər gözəl insanlardılar. Qardaş, bunlara xidmət eləmək lazım deyə. Yer sənin, göy sənin, hər şey sənin, qoyun sənin, dana sənin. Ay hörmətli memar Bayramov Əlövsət. Dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.